Sürücülər, hər birinizi salamlayıram, hər birinizə ilk növbədə təhlükəsiz yol arzu edirəm. Biləsiniz ki, biz bu günləri bura Baş Dövlət Yol Polis İdarəsi tərəfindən gəlmişik. Bura gəlməyimizdə də məqsəd siz sərnişinlərlə, eləcə də avtobus sürücülərlə danışmaq. İlk növbədə qarşıdan gələn Novruz bayramı münasibətilə, eləcə də Ramazan bayramı münasibətilə hər birinizi təbrik edirik, hər birinizə can sağlığınızı ömür arzulayırıq. Və qeyd etmək istərdim ki, ilk növbədə bilirsiniz bu günləri qəzalar nəyə görə baş verir? Qəzaların baş vermə səbəblərindən birisi sürücü tərəfindən sürət həddi pozulur, manevr etmə qaydaları pozulur, mobil telefondan istifadə edir ki, gətirir qəzalara çıxardır. Və ona görə də yolda gördünüz ki, avtobus idarə edən sürücü nəqliyyat vasitəsini sürət həddini pozur, mobil telefondan istifadə edir, özü də təhlükəsizlik kəmərindən istifadə etmirsə, mütləq şəkildə xəbərdarlığımızı bildirir.